İranda məktəblər bombalandı. Günahsız məktəblilər şəhid edildi. Sinif otaqları susdu. Lövhələr yetim qaldı. Çantalar sahibsiz. Kitablar yandı. Məktəblər yerlə yeksan oldu. Amma sən dağıtma, sən bağışla. Sən ölümü deyil, həyatı seç. Bir uşağın həyatını xilas et. Bu bir dünyanı xilas etməkdir. Bir məktəb inşa et. Bu bir gələcəyi diriltməkdir. Elm çırağı yandır. Bu bir ümiddir. Qoy dağıntılar arasında yenidən məktəblilərin səsi yüksəlsin. Şəhid edilən uşaqların yarım qalan xəyallarını biz yaşadaq. Diqqətinizə çatdıraq ki, son müharibədə 800-dən çox təhsil mərkəzi dağıdılıb və zərər görüb. Hazırda həmin məktəblərin və elm mərkəzlərinin bərpası üçün yardım kampaniyası başladılıb. Hər kəsi bu xeyirxah işə dəvət edirik.